TikTok platformasında bir çox aptek işçisi yuxusuzluqla əlaqədar müxtəlif növ dərman reklamı edirlər. Yuxusuzluğa son şüarı adı altında satılan bu preparatlardan öz başına istifadə olduqca təhlükəlidir. Çünki yuxu problemləri adətən stressdən, gərginlikdən, ekran asıllığından və digər xəstəliklərdən yarana bilər. Məhz ona görə vətəndaş həkimə müraciət etməli, onun səbəblərini araşdırmalıdır. Əgər yuxusuzluq sadəcə bir neçə günün problemidirsə, bunu detallı araşdırmağa gərək yoxdur. Yox, əgər həmin problem daimi xarakter alıbsa, yəni uzun müddət də davam edirsə, bu zaman mütləq şəkildə araşdırılmalıdır. Çünki yuxu pozulmaları daha ciddi xəstəliklərin siqnalı ola bilər. Vətəndaşlar hər hansısa bir dostdan, tanışdan və yaxud da sosial mediadan yuxu dərmanları baxıb alırlar ki, yəni bu da bir mənalı olaraq qəbul olunan bir məsələ deyil. Çünki bizim onlayn və yaxud da hər hansısa bir sosial mediadan istifadə etdiyimiz yuxu dərmanı bizi yaxşılaşdırmaq yerinə daha da ciddiləşdirə bilər problemimizi, daha da pisləşdirə bilər və sağalma periodumuzu, əslində belə deyim, normalda əgər yuxu rejimi öz-özünü düzələcəkdirsə, biz onu daha da gecikdiririk, daha da uzadırıq problemimizi. Ümumiyyətlə, insanlar hər gün eyni saatda yatmağa çalışmalı, telefon və televizordan bir qədər uzaqlaşmalı, kofedən istifadə etməməlidir. Eyni zamanda otağın havası da dəyişdirilməlidir. Fiziki aktivliyin də olması əsas şərtlərdəndir. Xüsusilə səhər oyanmanın çətinləşməsi, gün içərisində yuxuluq halı, xüsusilə maşın sürən insanlarda günorta yuxunun gəlməsi ciddi problemlərə gətirib çıxara bilər. Zamanla dərmana öyrəşmə, dərman dozasının artırılmasının vacibliyi və xüsusilə ürək-damar sistemi xəstəliklərində təzyiqin oynaması ən çox görülən problemlərdən biridir. Bəzi xəstələrdə isə mədə-bağırsaq sistemində problemlər gətirib çıxara bilər, xüsusilə ürəkbulanma, qusma və s. kimi problemlərə gətirib çıxara bilir. Yuxu pozğunluğu ilə hər hansı bir xəstəliyi bir-birinə qarışdırmaq olmaz. Məsələn, tələbələr, abituriyentlər bəzən dərslərini gecəyə saxlayıb oyaq qalırlar, yaxud iş rejimi ilə əlaqədar oyaq olanlar var. Məhz buna görə yuxusuzluğun səbəbləri düzgün təyin edilməli və dərmandan əvvəl bir mütəxəssislə müzakirə olunmalıdır.